Salam əziz dostlar, bugünkü dərsimizi mən web server haqqında danışmaq istəyirəm və web server bizə nəyə görə lazım olacaq? Yəni PHP kod yazmaq istəməsəniz, sadəcə bu dərsimizdə, daha doğrusu bu bir neçə dərsimizdə qısa PHP kodla sizi tanış etmək istəyirdim ki, həmin bu formamızı gördüyünüz kimi aktiv etmək üçün və əgər biz qeydiyyatdan keçmək düyməsinə bassaq, görürük ki, fayl tapılmadı yazısı gəlir və əgər istəyirsinizsə, bu səhvi funksionallığı artırmaq istəyirsinizsə, bu səhvi aradan götürmək istəyirsinizsə, bu bir neçə dərsimizdə gəlin sizi web serverlə tanış edin. Web server nəyə lazımdır? Əgər biz bir sayt yaratmaq istəyiriksə və həmin saytı özümüzdə sınaqdan keçirib daha sonra serverə yerləşdirmək istəyiriksə, biz lokal serverdən istifadə etməliyik. Üzr istəyirəm, web server demişdim bayaq. Web serverə keçirmək üçün ilk öncə özümüzün lokal serverində həmin saytı sınaqdan keçirdə bilərik və həmçinin biz bura PHP kod yazsaq belə browser bunu dəstəkləmir və saytlarda adətən qeydiyyatdan keçərkən biz qeydiyyatdan keçmək düyməsinə basanda həmin bu internet məlumatları serverə yollayır və serverdən PHP kodu HTML koda çevirərək bizə hazır şəkildə onu bizə təqdim edir. Yəni browserimiz PHP kodu dəstəkləmir. Əgər istəyirsinizsə PHP kod dəstəklənsin brauzerinizdə, siz mütləq web serveri yükləməlisiniz və web serveri yükləmək üçün ən məsləhətli, üzr istəyirəm, lokal server həmin bu Denver'dir. Denver.ru saytından bunu yükləyə bilərsiniz. Skачать Denver 3-ə basıb iki versiyadan birini seçə bilərsiniz. Burada yazılıb ki, PHP 5.3 ilə də və yaxud 5.2 ilə də. Və lakin mən 5.2-ni tərcih edirəm, çünki 5.2 köhnə olsa da Zend Optimizer və daha çox modulları özündə birləşdirir. 5.3-də isə yoxdur. Ona görə Skачать düyməsinə basırıq və bizə ad, soyad və e-mailimizi yazmağımızı istəyir. Əgər siz buradan yükləmək istəmirsinizsə, mən hazır link yerləşdirəcəm videonun altında və həmin linkə girib hazır yükləyə bilərsiniz. Gəlin burada e-mail adresimizi yazaq. Və istəsəniz bura seçə bilərsiniz, istəsəniz seçməyə bilərsiniz, yəni fərqi yoxdur. Və buna basdıqda isə sizin e-mailinizə yükləmə linki gəlir. Poçtamızı yoxlayırıq və görürəm ki, mənə Denver Project-dən bir məktub gəlib və açıram və yükləmə linki buradadır. Saxranıc fayla basırıq və fayl yüklənir. Və həmçinin bunu necə kompüterə quraşdırırlar, bunu da bugünkü dərsimizdə göstərmək istəyirəm. Web server var, sadəcə göstərmək xatirinə bu videonu sizə təqdim edirəm. Və bizə deyir ki, brauzeri bağlamağımızı istəyir bizdən. Əgər setup'a davam etmək istəyirsə bağlayırıq. Bağladıqdan sonra isə enter düyməsinə basırıq. Əslində burada elə də çətin bir şey yoxdur və flash və bizdən istəyir ki, biz bunu ustanovka edib açdıqda yeni bir lokal disk, yəni yeni bir
disk yaranacaq burada və istəyir ki, bizdən soruşur ki, diskin adını nə qoymaq istəyirik. Biz isə istədiyimiz hərfi yaza bilərik. Məsələn, mən M yazıram və Enter'ə basıb setup'a davam edə bilərik. Sadəcə göstərmək üçün gəlin məndə olan bu web serversin adını dəyişim ki, köhnə fayllarım bitməsin. Və M və yaxud Z yazıb Enter'ə basıram. Aha. Xeyr, burada bizdən başqa şey istəyir. Bu formada yaza bilərik. Yazmalıyıq daha doğrusu. C web yazdım mən və həmin o local disk C-də. Və məndən soruşur ki, bəli yoxsa xeyr. Təsdiqləmək üçün Y düyməsini basırıq. Və Enter düyməsini basırıq. Və bizdən istəyir ki, yeni bir lokal disk yaranacaq. Ona hərf daxil edək. Məsələn, mən Z yazıram. Və Enter'ə basdıqda fayllar kopya olmağa başlayır. Və soruşur ki, Denver 2 rejimdə açıla bilər. Bu rejimlər haqqında danışıram. Sadəcə bizə deyir ki, birinci variantı seçməyimiz daha məsləhətdir. Biz isə 1 yazıb Enter'ə basırıq. Və deyir ki, iş masasında Denver yarlıqları yarandı və daha doğrusu bizdən soruşur ki, iş masasında Denver yarlığını yaratmaq istəyirsiniz. Siz Y-yə basın. Məndə artıq var, ona görə mən M düyməsini basıram və browser açıldı ki, Denver uğurla kompüterimize yazıldı və bir də bizə bir şeydir ki, əgər siz Skype istifadə edirsinizsə, əmin olun ki, o 80-ci və 443-cü portları istifadə etmir. Əgər sizdə belədirsə, həmin onu deaktiv etməliyik. Və buna görə isə Skype-da həmin bu seçenəklərə girməliyik. Инструменты настройки дополнительного соединения. Использовать порты 80 и 443 в качестве входящих альтернативных. Və həmin bu funksiyanı orada söndürməlisiniz ki, Skype həmin portları istifadə etməsin ki, siz Apache serverindən istifadə edəsiniz. Və gəlin serverimizi sınaqdan keçirək. Və məndə artıq server mövcuddur. Və serveri qoşmaq üçünsə sadəcə ekranınızda yaranmış run yarlığına basırsınız. Və sizin web serveriniz işə düşür və web serveri işləyib işləmədiyini yoxlamaq üçünsə burada bir sayt təqdim ediblər bizə yoxlamaq üçün. Sizdə də olmalıdır bu. Test1.ru. Həmin bunu brauzerinizin ünvan misrasına daxil edirsiniz və basdıqda görürsünüz ki, yazılıb ki, bu fayl home test1 www.index.html-dir. Əgər sizdə də bu yazı gələrsə, deməli web server, lokal server kompüterinizə uğurla quraşdırılmışdır. Və növbəti dərsimizdə görüşərik. Növbəti dərsimizdə sizi PHP kodla tanış edəcəm. İlk PHP kodu yazacaq. Sadəcə dərsimizin bu hissəsində bir qədər PHP koddan istifadə edəcək. Ümumiyyətlə isə bu kurs sırf HTML-ə aiddir. Hələlik növbəti dərsimizdə görüşərik.